Zərdab Kürdəmir avtomobil yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə 25 mart 2026-cı il tarixində səhər saatlarında Zərdab Kürdəmir yolu üzərində Əlbənd kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə Hyundai Santa Fe markalı avtomobil hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq su kanalına aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 3 nəfər həyatını itirib. 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədə həyatını itirən şəxslər Nəsibov Rasim Yaquboğlu, Nəsibova Paket Pekər qızı, Mütəllimov Mütəllim Kamranoğludur. Yaralanan şəxslər Abuşov Vəkil Mamedoğlu, Nəsibova Ramilə Yaqub qızı, Nəsibov Vidadi Yaquboğludur. Qəzaya düşən şəxslər Lasın rayonunun Fingəkən sakinləri olub və Bakı şəhərindən Ağcabədi rayonuna yas mərasiminə gedirlərmiş. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralananlara şəfa versin.